Hamıya salamlar olsun, hamınızı xoş gördük. Bugün səhər süd almışdıq, 2 litr süddür, onu bişirdim. İndi istəyirəm bundan qatıq çalım. Çünki qatıq həmişə biz bir qadından alırdıq. O da deyir ki, inəklər nəsə olubdu, verə bilmir süd qatıq bizə. Ona görə dedik ki, özümüz çalaq qatıq, başqa yerdən süd aldıq. 2 litrdir. Dedik az çalaq, çünki bir dənə o da verər, çox olmasın. İndi istəyirəm bu südə qatıq çalım. Mən qabaqlar həmişə qatıq çalırdım, çox xoşuma gəlir. Sadəcə o qadını gördük ki, onun qatığı qəşəng deyil, hər dəfə ondan alırıq axır vaxtı. İndi ona görə hələ ki evdə qatığımız yoxdur, bizdə də qatıq çox yeyilir. Uşaqlar elə hər yeməkdə bir çaşka qatıq yeyirlər, demək olar ki, özümüz də yeyirik. Ona görə dedim bu süddən qatıq çalım. Mən qatıq çalanda biraz şəkər də qatıram südə ki, şirin olsun. İndi inşallah çalanda da sizə çəkərəm. Şəkərdə vurdum qatığı çalanda. Az vurdum, çünki birinci dəfə vuranda, bir dəfə bunu mən elə internetdə görmüşdüm, YouTube-da ki, kimsə qatıq çalırdı, onda şəkər vurmuşdu. Dedim mən də vurum. Bir dəfə çox vurmuşdum. Qatıq elə alınmışdı ki, elə bil eləcə ancaq şəkər qatıb yeyirik də, elə idi. Ondan sonra mən az eləyirəm şəkərini, tökəndə baxıram ki, az olsun ki, qatıq çox şirin olmasın. Çox şirin olanda da yaxşı olmur, amma turş da olmasın. Turş yeyilmir bizdə. Turş olanda qalır. Ona görə biraz şəkər də tökdüm ki, biraz şirin olsun qatıq. İndi inşallah qatıq bərkisin. Mən səhəri gün sizə çəkərəm ki, necə alındı. Dadına da baxıb deyərəm inşallah ki, dadda alınar, şirin alınar, turş olmaz. İndi hardasa bir 3 saat keçibdi. Bayaq baxdım, hələ tamam olmamışdı da. İndi baxım, görüm necədir. Artıq bərkimək istəyir. İndi götürürəm. Belə baxıram ki, bərkimək istəyir, artıq götürürəm ki, çox qalanda turş olur deyirlər. Ona görə qoyum. İndi burada da biraz soysun çöldə, sonra xaladenika qoyacağım ki, qalsın, sabah ucu bunu kəsmək olar. Baxın belə biraz bərkdir də, amma get-gedə lap bərkiyəcək. Və bu artıq səhərsi gündür. Mən bunu dedim, qatığı sizə göstərim nətər olubdu. Belə. Biraz həmişə məndə su olur belə, bilmirəm. Hələ bunda azdır. Bir də görsüz lap çox olur, bilmirəm niyə elə olur. Qatığı uşaqlara qoymadım, kəssinlər ki. Dedim ki, bir gün qalsın, lap yaxşı olsun. Belə alınıbdı. Məncə yaxşıdır. Dadına da baxaram, görüm necədir. Bundan bərk alınır adətən məndə. Bu biraz, hətta bu şey alınıb, biraz duru alınıbdı. Bundan bərk alınardı. Həmişə niyə duru oldu bilmirəm. Amma məsəl odur ki, qatıq oldu da, alındı. İndi inşallah uşaqlar dadına baxarlar. Elə biraz da saraya götürüm ki, birazdan onu yedirim. O qatığı çox sevir həmişə. Belə çıxardıram, qalır, isinir. Sonra verirəm
hamısını yeyir. Nə qədər olsa yeyir. O qatıqdan heç vaxt imtina eləmir. Ona görə artıq götürüm ki, yesin ürəyi istədiyi qədər. İndi böyük qızlarım da gələrlər, ürəkləri nə qədər istəyir özləri götürüb yeyərlər. Olmaz. Eləmə. Bugün yoldaşım pendiri alıb gətirmişdi. Motal pendiridir bu. Mən motal pendirini çox sevirəm, çox. Sadəcə qabaqlar mən balada uşaq vaxtı olanda alırdıq. Onların üstündə o dərinin tükü olurdu. Amma axır vaxtı bu neçə ildir alırıq. Onun üstündə olmur. Qaynanam dedi ki, onu elə qoyurlar ki, dərinin tüksüz tərəfinə qoyurlar. Onda yaxşı olur, tükü olmur, adam da ürəklə yeyir. Qabaqlar xoşlayırdım, amma ürəklə yeyə bilmirdim, çünki o dərinin tükləri olurdu üstündə. Amma indi artıq dərinin o tüksüz tərəfinə qoyurlar deyə çox yəni ürəyimcə olur. Ona görə həmişə yoldaşım yaxşı belə görəndə motal pendiri həmişə alır, gətirir ki, yeyək. Və belə qoyun pendiri də almışdı. Elə motal pendirini bankalara yığdım, belə qoydum ki, xaladenika qoyum, soyuducuya lazım olduqca çıxardıq yeyək. Və ondan sonra da başladım qoyun pendirini doğradım, qaba qoydum ki, onu da lazım olduqca yeyək. Belə mən hətta yeməklərin bölündə də xoşlayıram motal pendirini yeməyə. Bizdə hava dəyişdi birdən-birə. Yağış demişdilər, saat hardasa 11-ə yazmışdılar. Amma 11-də elə gözəl hava idi, gün çıxmışdı, yağış olmadı. Amma indi saat artıq 4-ə işləyibdi. Yəqin ki, eşidirsiniz göy gürültüsünü, göydə gürüldüyür, yağış da yağır beləcə. Amma nə yalan deyim, sevirəm belə göy gürüldəyəndə, yağış yağanda. Düzdür, hər gün yox olmasın da, hər gün belə. Amma belə hərdən adama xoş olur. Yağış da artıq bərkiyir, bərk yağmağa başlayır. Neçə vaxtdır ki, belə yağış görmürdük. Ona görə bizə xoş oldu, belə uşaqlar da sevinirlər. Amma bayaq birdən dolu başladı. Mən sizə çəkəndə gördünüz də birdən necə dolu başladı. Amma indi artıq yağışa keçdi belə. Yağış yağır bərkdən. Mən artıq istəyirəm buranı yığım. Buradan qorxmayın. Bunun hamısını sarı eləyib. İnanın ki, 10 ildir də mən bura
nəsə yığmışam belə. Lazımsız şeylərdir, işlətmirik. Ona görə bura yığmışam belə. 10 il idi ki, buranı necə mən yığmışdım, elə də dururdu, dağılmırdı. Elə nə götürürdük, yerinə də qoyurduq. Amma ki, elə ki Saranın ayağı boyu bura çatdı, ayağını da qaldırır. Bütün hər şeyi gəlir beləcə əlini salır bura, belə-belə qatışdırır, gedir. Mən də deyirdim ki, yığmayım, onsuz da dağıdır. Amma yenə də ürəyim, hər dəfə bura baxanda ürəyim sıxılır. Bu da çox yekədir deyə, bunu başqa yerə qoya bilmirəm. Ona görə elə qoyuram bura. Bu da mənim bibimdən yadigardır, Sadiqə bibimdən. Allah ona rəhmət eləsin, yeri cənnətli olsun inşallah. O bunu mənə vermişdi hədiyyə. Mənim toy vaxtı vermişdi onu mənə. Ondan yadigardır. Hər dəfə bu qaba baxanda bibim yadıma düşür. Belə. Və buraları yığım. Lazımsız şeylər də var məncə. Tulluyum onların hamısını. Baxın, bu qırılıbdır hansısa şəkildən. Məncə bundan, Məlikənin şəklindən qırılıbdır. İndi bilmirəm, düzəlsə düzəldərəm, düzəlməsə də tulluyum artıq. Elə feni qoyuram bura ki, elə çünki burada gəlirəm, güzgün qabağında işlədirəm bu feni. Ona görə elə feni də qoymuşam bura ki, əlimin altında olsun. Burada da fen var. Bu feni də hərdən işlədirəm. Ona görə bunu da bura qoymuşam. Qoyum səliqəyə salım, sonra bunları yerinə yığaram. Belə yəni, belə kağızlardır. Bu uşaqları mənə hazırladıqları ad günümə, 8 martda hədiyyələrdir. Hamısını belə yığmışdım. Sadəcə Sara gəlib hamısını bax belə dağıdıb. Ona görə gərək mən buranı təzədən indi deyirəm yığım. Burada Məlikənin şəkli də var. Bu necə bura düşüb bilmirəm. Nəysə, təmizləyim sizə, sonra təmiz halında çəkərəm inşallah. Buranı demək olar ki, düzəltdim, belə torbalara qoydum, hər şeyi ayrı-ayrı, beləcə ki, nəsə axtaranda bilək ki, hansı torbadadır, onu axtaraq. Onu da içini, Sara daşı buranı fikir verirsiniz, yazıb. Bilmirəm, bunu nətər eləyib, əli nətəri çatıb buranı yazı, bilmirəm. Feni bura qoyuram deyə, ondan olub belə tük gəlibdi burada. So, buranı da sildik. İndi birinci bunu qoyum, yenə qoyum burada, çünki başqa elə bir yerim yoxdur. Bunun tez-tez işdə lazımlı olur. Mən ona görə bura qoydum. Bunları da buradan belə qoyaq. Bu kağızlar bilmirəm nədir. Bunu qoyum. Yoldaşım gələndə baxar. Lazımlıdırsa qalsın. Lazımsızdırsa tullayaq. Fenləri də düzəldim, qoyum. Belə alındı. Yenə biraz da olsa səliqəli oldu. Belə torbalara qoydum ki, belə qarışıq olmasın. Sara da gəlib əlini atanda torba keçsin əlinə. So. Belə də yoldaşım göyərtiləri alıbdır, turpdur. Bunların içində mən ancaq turp yeyirəm. Mən göyərti yemirəm, elə də sevmirəm. İndi bunları gətirim, təmizləyim. Bir də belə qırxbuğum alıbdır. Buna yolotu da deyirlər. Görüm, aça biləcəm. Açdım. Bu deməli qırxbuğumdur.
yol otu da deyirlər. Bundan da almışıq. İndi bunu məncə heç təmizləmə ehtiyac da yoxdur, çünki təmizə oxşuyur. İçindən baxarıq, bəlkə belə başqa bir otlar olar. Onları seçib götürərik. Belə amma yaxşıdır, təmizdir. Bunu biz inşallah belə torbalarda qoyuruq dondurucuya. Sonra qışda bişiririk bunu. Yeyilir qəşəng. Olmaz, eleme, olmaz. Olmaz. Yığaq bura. İnşallah bir də qışda çıxardıb işlədərik. Hələ elə qəşəngdir ki, elə dedik ki, bundan yenə həmin adamı tanıyırıq, satanı. Bilirik harda satır. Dedik, yenə bundan alaq, qoyaq. 6 dənə belə torba alındı. Amma qışda biz çox yeyirik deyə, ona görə dedik, yenə alaq bu qədər də qoyaq ki, bunun şorbasını bişiririk də, biz belə duru bişiririk. İçinə də belə kiftə kimi ətlər qoyuruq. Elə, ya например, toyuq qoya bilərik. Toyuqla da bişirmək olar, çox yaxşı dadlı olur. Gəlmişəm buradan şabalıt götürüm. Sabah istəyirik aş eləyək. Uşaqlar soruşduq ki, nə yemək istəyirsiniz? Dedilər ki, aş istəyirik. Onlar yəni ki, aş bişdisə bilirik ki, 100% yeyəcəklər. Ona görə aşı biz tez-tez bişiririk. Elə bir həftə, 1-10 gün bundan qabaq bişirmişdik. İndi yenə istədilər bişiririk. Belə də şabalıtlar biz alırıq marketdən. Elə belə donmuş vəziyyətdə belə olur. Onu alırıq, saxlayırıq həmişə dondurucuda. Belə aş bişirəndə içinə qatırıq. Həmişə qara eləyirdik. İndi fikirləşdik ki, qara eləməyək. Çünki uşaqlar yemir qaranı. Yoldaşım da yemir. Ancaq qaynanamla mən yeyirik. Dedik ki, elə bir şey eləyək ki, hamı yesin. Ona görə dedik, şabalıtı eləcə belə düyünün içinə səpək. Şabalıtı onsuz da hamı sevir, yeyir bizdə. Ona görə dedik, elə eləyək. İndi inşallah eləyək, görək nə tər olur. Bunu da indi çıxardım ki, donu açılsın. Rahat işlədə bilək. Gedirik marketə, Saran yatırtdım. Gedək marketə, Gəncəyə alış-veriş eləyək. İnşallah gələn vlogda sizə paylaşaram. Sağ olun, izlədiyiniz üçün sağ olun.